Salam dostlar, xoş gördük sizi. Bir iki tema bağlaması videosunda yeniden görüşürük. Ve bir adam videoları yazıp çekip koyuram oraya editlemeye bir türlü vaxt edə bilmirəm. Bu arada abone olup like atmağı unutmuruq. Həmişə videonun axırında deyirəm. Amma bu dəfə başda deyəcəm və bundan sizin üçün heç bir məbləğ tələb olunmur. Məncə abone olup mənə dəstək olsa sevinərdim. Daha faydalı içerikler görmək üçün. Və başlayaq birinci bağlamamızda. Əgər uzun olsa bağlamaların çəkişi böyük ihtimal 2 hissəli çəkəcəm. Farklı şəklində və görək nələr çıxır. Açqım neydi? Şeyi tapa bilmədim, öz qayçını tapa bilmədim. Ona görə bugün aqraqayçıyla düşünürəm ki 2 hissəli olmayacaq. Çünki deyəsən azdır. Birinci bundan başlayaq görək nədir bu. Bu arada xanımlar videoları editləməyə baxdım. Ona görə olmur ki hər dəfə deyirəm, amma ətraflı məlumat vermirəm. Bir dəfə həm kargoları açaq, həm də bu barədə məlumat vermək istəyərdim. Deməli, mən Livgood adlı bir Amerika şirkətinə qoşulmuşam. Amerikada fəaliyyət göstərən bir şirkətdir. 212 ölkədə 212 ölkəyi yayılır. Bunlardan biri də Azərbaycanda. Hətta keçən ay Azərbaycan yayılmağına görə 4-cü yerə çıxdım. Bu xanımlar yemək qabıdır. Güya ki yeməyi isti tutur. Keçən illərdə mən bunun balacasını almışdım. Qabı balacadır amma İkisi də bu ölçüdəydi, elə bir 3 ölçüdəydi. Bu yaxında istifadə elədik ki, güya ki bu qabda güya ki yekədir. Buna daha çox şey tökürsən, amma bunda bir yekəli yoxdur. Bəlkə də eyni ölçüdür. Sadəcə bu plasması yekədir deyə bilmərəm. Yemək qoyduq. Şeylədik ki, görək isti qalacaqmı? Gələndə yemək aparanlardan soruşduq, amma isti tutmamışdı. Amma artıq bunu da bulmuşdum. Bəlkə də geri qaytardıq, bilməm. Belə davam edeyim mən şirkət haqqında məlumat verməyə. Özüm də neçə aydır qoşulmuşam və qazanıram və hər birinizi istəyərdim orada görmək. Hər birinizi o şirkətin əməkdaşı olmağa çağırıram. Məhsul alışı, satışı yoxdur. Rahat ola bilərsiniz. Və gördüyünüz kimi Allah yazılı sepimizdir. Güya ki paslanmayan, qaralmayan poladdır deyilənə görə, Temun dediyinə görə. Belə. Rəngi filan feşməkən normal görünür. Və şirkət ayda cəmi 17 manat aktivlik tələb edir. Başqa bir şey istəmir bizdən. Ayda 17 manat ödürük. Abonelik sistemindən qazandıran sistemdir. Yəni maraqlıdırsa özünüz YouTube'dan da araşdıra bilərsiniz. Livgood deyə yazıb maraqlana bilərsiniz. Yəni ki yeni sistemli bir qazanç sistemidir. Bu ənənəvi şirkətlərin işi kimi deyil. Məhsul almaq, satmaq, dövriyə eləmək filan feşməkən yoxdur burada. Ağıllı saatımızdan biri daha gəldi. Bunun zaryadka yeri belədir. O biri kimi deyil. Əslində oxşardı. Görək yandıraq, görək. Bu əslində bahalı telefondur. O biri məsəl üçün hardasa ucuzuydu da. Bu amma 18 manata alınıb. Bilmirəm, amma bunda telefonsuz işlətmək olur mu ya yox. Görək döyüntüsü hər şey var. Amma bilmirəm. İşlətməmişəm heç. Bir belə eləməyə bacarıram. Tutaq ki mahnıya qoşaq. Görək deyəcək bulutsa qoşaq. Yəni buna kimi var. Səsi zəif çıxmağı böyük ihtimal arxasında Klyonkaya görədir. Amma bəlkə də buradan çıxır səs. Belə söndürək. İşlədiyini gördük. Bəlkə də bundan sönmür. Bundan sönür. Aha, bunlarmış. Belə. Söndü. Kəmərlər də belədir, bir dənədir. Bu formada. Deşiklər hələ açıq deyil. Belə. Bəyəndim mi? Bəyəndim. Yəni bu qiyməti normaldır. Modeliyin adı nə gedir? Budur. H13. Bəlkə də YouTube'da axtarıb tapmaq olar. Necə saatdır, necə istifadə olunur. Qoy bunu açaq baxaq. Bunu da səhvliklə vurmuşam. Bəlkə də xoşum gəlsə özümə götürdüm. Belə bir saroçkadır. Qol detayı belədir. Belə. Belə. Ətəyi belə. Amma M razmerdir. Mənim razmerim düzdür. S razmerdir. Belə. Özüm xoşum gəlsə özüm götürəcəm. Gəlməsə qaytaracam. Böyük ihtimal ki materialdan yaxşıdır. Necə səhvliklə vurdum. Xanım dedi ki vuracam. Sonra da burası olmadı. Atkaz getdi. Daha mən də sifariş vurdum. Çünki dala qaytarmadım. Ona görə gəlib çıxdı. Dedim qoy gəlsin çıxsın. Sonra şey deyərəm.
Bu da dar uzun yubkadır. XS razmeridir mi yoksa X razmeridir mi? Material böyle qeyri-adidir, pis değil. Yəni səri material oxşuyur. Bildiğiniz kimi biraz görülen olur. Temunun malları atlan patkladqa müddətdə ki geyinilsin. Bu da belə. Yanında yırtmacı var, amma bir tərəflidir o yırtmac. Sadə düz arxadan olan yubqadır. Bu da belə getdim. İndi keçək buna. Bu dəstdir. Səhv eləmirəmsə 30 manata yaxın qiymət var idi mi, yoxsa 25 manatdaydı mı? Şalvarı belədir. Ben şalvarına ama başka material bilirdim. Şalvarı biraz lasin materialına oxşuyur. Trapezli forması. Ama ki koftası uzunuydu. Böyle ihtimal üstünü tutacaq. İsteyen xanım biraz kök xanımdır. İnşallah ki gələr yekə olmaz və yaxud balaca olmaz. İnşallah yaxşı olar. Kenarlarında yox, qolların altında belə şeyler var. Belə. İnşallah ki razmeri olar xanımın. Necə razmeri olmuşam? 2 XL. İnşallah ki olar diye ümid edirəm. Bu da bu. Keçək o biri bağlamaya. O biri bağlamanın açanda da söhbət eləyək. Deməli, ayda 17 manat ödəyirik cəmi. Və hər dəvət elədiyimiz adamın 50% referal qazanıcı bizə gəlir. Gələcəkdə bu sayt belə necə ki Trendyol kimidirsə, o saytda el olacaq və hal-hazırda məhsullarda var. Amma qida əlavələri, sağlamlıq məhsullardır. Amma bizdə məcbur eləmir ki, biz o məhsulları alaq, sataq. İstəyirsən al, istəyirsən sat, amma ki məcbur yoxdur, məcburiyyət yoxdur. Aylıq 17 manatı ödəsən, yəni kifayətdir. Burada bir xeyli şey var. Aşaq baxaq, görək nələr var, nələr yox. Keçən dəfə yadınıza gəlsə bunu yaxşılığını almışdım. Keçən həftə onu qaytardım. Niyə? Razmer də orada dediyim kimi düz gəlməmişdi. Ona görə qaytardım. Görək başqa nələr gəlmiş. Burada da uşaq bazarları bir xeyli çoxdur. Balacaları kənara qoyuram ki, açaram. Orada da qutarsa belə getdim. Birinci bu balacalardan başlayayım. Bu nə ağırşıydı, ayaqqabıdır bu. Bu nədir belə? Bu qaşışın tapıdır. Qaşışın tapı. Açmayacağım çünki müştərinin də istəsəm aça bilərəm. Yəni açaq. Baxaq. Açmasaq olmaz. Tanış xanım da inanırım ki heç bir şey deməyəcək bunun haqqında mənə. Amma maraqlı gəldi. Yəni ucu belədir, bilmirəm görürsünüz yox. Belə şotka kimi. Görürsünüz. Tük effekti yaratmaq üçün çəkilə biləcək bir şeydir. Bu. Sonra buradaki iki kızı olan bir hanımın sifarişi de buna da demir polat göpasanmaz polatdır. Anadır, atadır, bir de iki kızıdır. Setdə giyib ilişib atanın ayağına, bir de kızların arasına. Bakın kızlar belə bir şeydir. Parıltıya bakın. Bu da belə. İnşallah ki qaralmaz. Ümid edirəm. Amma məsəl üçün mən aldığım setlər qaralmadı. Bilmirəm videoda göstərmişdim sizə yox. Kızlarının adı yazılan setləri. Deyirsən almışam ama paylaşmamışam. Çekmişəm videonu ama paylaşmamışam. Yadımda da değil ama çektim de yadımda değil. WhatsApp statusunda paylaştığımı xatırlayıram ama burada çekmişəm yadımda değil. Bu da belə bir saatdə olan şərtim olan saatdə. Böyük ihtimal ki kənarda olan bu ağ qoymayacaq onu işləməyə. Və hal-hazırda işləmir. Ekranda ləkə var. Bilmirəm. Silinsə gedərəm. Belədir. Amma heç rəqəmi falan yoxdur. Gördüyünüz kimi. Amma dəqiqələr göstərir. Dəqiqədə mənasız bir dəqiqədir. Bəlkə saatı səhv tutmuşam. Biləmədim şimdi. Amma yazılan düz olması belədir. Nədir ola? Burada da şey çıxıb burada. Hər tərəf yeni. Burada belə qolbağı da var. Daha qolbağını açmıram. Niyəsə açar. Məncə sırada maraqlı deyil. Qolbağı da yəqin saxlamaq var. Bu Pandora qolbaqlar düzəldirləri. Onun kimi bağlanır. Bu da bu. Sonra bu ayaqqabını açmaq istəyirəm. Bu da saatın içindən çıxmış. Wow. Qəşəkdir. Amma qiymətli qəşəkdir. Onu deyim ki sizə. 35 manat almışam. Gör nə gözəldir. Bir müddət geyinib baxmalıyam. Amma axırdı. O bir tane hələ ki göstərmirəm. Ayağımda baxarsınız. Bunu qoydum kənara.
bunu açar. Kapatacağım. Geçen dəfəki balaca ev böyüydü. Bu dəfəki normal oxşuyur. Yəni. Bu dəfəki normal gəlir 37, 36, 37 razmer. Belə. Geçen dəfəki ama həqiqətən həddindən artıq böyüydü. Bir dəfə yəqin ki xanımın xoşuna gələcək. 2 dənə sipariş vermişdi. Aslında bu ikinci idi. Bunun ama razmeri düzgahda. Sonra uşaq üçün belə bir dəst. Pijamamı dəsti desəm, yoxsa ev giyimi dəstimi desəm, şortikli bir pijamadır. Kromili. Sandrio şeyinin Sandrio karakteridir. Kızların sevimlisi. Ne görüblər bu palyanço kılıklı veribdir. Bilmirəm. Sonra belə bir gene dəstimiz var. Baxaq görək. Belə bir dəstimiz var. Qəşəngdir. Bəyəndim. Qəşəngdir. Qaşaqdır. Qiyməti yadımda deyil. Barjlar. Səhv eləmirəmsə 16 manat idi. Səhv eləmirəmsə bəlkə də səhv eləyirəm. Deyənlərə. Bəzən sizdə bunlar ucuz da göstərə bilər. Baha da göstərə bilər. O insandan insana dəyişirkən o nəyə görə onu seçir, eləyir, düzür, qoşur bilmirəm. 12-18 aylıq belə bir dəstimiz var. Bu çox ucuzuydu. Səhv eləmirəmsə 6-7 manatlıq bir dəstə. Amma qəşəngdir. Bu da başı üçün idimi, beli üçün idimi o hissə yadımda deyil. Bu da belə. Bunu da qattalayaq, qoyaq yerinə. Bir dənə də balaca uşaq paltar olmalıdır buralarda. Görək hangisi. Bu da deyilsin. 12-18 aylıq idi. Bu da o ölçü olmalıdır. Şirin minnoş, pəmbiş dəsti, qəşəngdir. Bu da elə 6-7 manat idi, yoxsa 10-12 manat idi mi? Yəni dəyər. Şalvarı da özdə trapesasondur. Bu da tatlışdır. Bəyəndim. 12-18 aydı bu da. Eyni balaca kızımızın, prensesimizin paltarıdır. Sonra baxaq görək buna. Deməli, bu da böyük adam üçün olan pijamadır. Amma deyəcəm, balaca olacaq deyə düşünürəm. Nə bilim valla. Anlamadım ki göbeği açıqdır. Aslında pijamanın böyüyünə ehtiyacı var bilmirəm. Obje emrazmerdir bu. Böyle başımıza ne gelmişler beğenecek mi, kabul edecek mi? Bu da böyle getdi. Sonra keçir bu kişi köynəyi. Özdə belə deyim ki firmenin mal kimi almışam mən bunu. Gördüyünüz kimi əslində güya ki bunlar US Polo'nun işarəsini qoymaq istəyiblər. Amma diqqətlə baxanda bu Əzrailin orada qof sopasıdır. Burada Əzrailin sopasının daha çox oxşuyur. Amma material olsa da hər şey qaydasındadır. Yəni normaldır, bəyəndim. Ama böyle istəyirdi. Yəni görünüşü qəşəng. Dediğimde materialda pis deyil yəni. Bir vapşı pis olar. Değil mi normal? Elə olur ki vapşı klonkaya bənzəyir. Daha elə bir hava keçmir ama elə deyil. 2 dənə toygun var. Onları özüm axıra saxlamışam. Bu da böyük ihtimal kişi üçün şalvardır. Və kişi üçün şalvardır. Yəni bu da normaldır. Bunu neçə razmeri vurduq ayolıq. 2x razmeri vurmuşuq. Gəlib. Yayda giymək üçün normal. Nazik şalvardır. Böyle pis deyil. Bəyəndim. Bu iç paltarların qiymətləri dəqiq yadımda deyil. Amma köynək deyəsən biraz bahadır. İndi keçək şeyə. Boy paltarlarına görək orada nə var nə yox. Buranın yerini açıram ki heç olmasa açam. Burada balacalarımız yenə qalıqmış. Yəni bunlara da baxaq olaraq sıxıyıq. Deməli bu nədir belə? Yaxşı baxın biləcəm. Elə bu da cıqlı bebişimizin de ayağına mini influencer. Şirin, çok şirindir. Beğendim, hətta remini de var. Remini hara taxacaqlar? Hə, var imiş, remin yeri de varmış. Şirindir, tatlışlığı beğendim. Güzelmiş. Bunları tabii ki yine attığım Instagram sayfamda da paylaşacağım. Bu arada onu dediğim özüme yeni Instagram sayfası açmışam. İnşallah ki izleyicilerim bundan sonra daha çok artar. Belki fəaliyyətə başlayandan sonra linkini də bəlkə ola bilsin paylaşdım burada. Elə bir ikili dəstəydim. Açıqsı ilə bərabər. İkisi bir yerdə 4 manat. 5 manata yaxında belə deyim. Bir də. Bu Həmət xanımın oğlu üçün seçdiyi papaqdır. Bu da kızının seçdiyi papaqdır.
İçində belə bir şey var ki, əzilməsin. Əslində bu dimdik hissəsi yaxşıdır. Çox uzun deyil. Yəni 5 tapır qızım. Dimdik çox uzun olanda biraz idimsiz görünür. Normaldır. Bu da deyirsən 5 manata yaxın idi. Yadımda deyil. O qiymətdəydi səhv eləmirəmsə. Bunu da qoyaq belə. Niyə qaytarıb kloklarına qoyuram dostlar? Arada qaytarmalar da tələb edir müştərilər. Və qaytarmaq üçün o kloklar vacibdir ki, mən onları kloklara qoyub qaytarım. Ona görə müştəriyə də verəndə deyirəm mütləq ki, klokunu tullamasın, saxlasın. Əgər xoşuna gələrsə tullaya bilər. Deməli, belə bir serli dolumuz var. Burası yırtmaclıdır. Gördüyünüz kimi qəşəng parıldayır. Bu don səhv eləmirəmsə 32 manat idi nə idi? Yəni 32 manata super. Yoxsa o biri 32 manataydı, açanda biləcəm. Amma biri 72 manataydı. Belə bir donumuzdur. Səhv eləmirəmsə 3XL razmerindədir. Yaxası belə, qolları sadə bir dondur. Bilirsiniz, burada böyük bədən xanımlar biraz paltar seçməkdə çətinlik çəkir. Ona görə bunun üçün Temu ən gözəl yerdir deyə bilərdim. İstədiyi ölçüdə, istədiyi paltarı tapa bilər. Və 72 manatlıq bax bu dondur. 72 manata görək dəyirmi, dəyirmi? Super bir paltardır. Bizləri filan gözəldir. Bir türlü söyləyəmədim. Telefon da dayanamadı puluna, özünə. Bu ətəkdir. Gördüyünüz kimi rəngbərəng bizlərlə yavaş-yavaş yuxarı keçək. Bu arxasıdır, səhv eləmirəmsə. Bu arxasıdır, zamoklu hissə. Keçək qabaq hissəsinə. Qabaq hissəsində ətək gördüyünüz kimidir. Getdikcə yuxarıya qara bizlər qara olur və belə transparent dekoltesi var. Bilmirəm görürsünüz ya yox. Belə transparent dekoltesi var və belə pırpırlı şey var. Gözəl əslində 72 manata dəyərmi? Dəyər. Bugünlük bu qədər. Gələn görüşlərə kimi yorum yazmağı unutmuruq. Sağ olun, salamat qalın.